Məndən yeni çıxan sınaq toplumumuzdan sınaq 7, 15-ci sualın izahını istəmişdiniz. Bir canlı 6 müxtəlif əlamətə görə maksimum 8 növ qamət əmələ gətirir. Əmələ gələn qametlərin minimum neçə növü özündə resessiv əlamətə malik gen daşıyır? Biz 6 müxtəlif əlamətə görə 8 növ qamət əmələ gətirir deyirsə, deməli, bu əlamətlərdən 3-ünü heterozigot götürməliyik. Çünki bilirik ki, qamət müxtəlifliyi 2 üstü n düsturu ilə hesablanır və n burada heterozigotların sayıdır. Deməli, 2 üstü 3 mənə 8 növ qamət verə bildiyi üçün əlamətlərdən 6 əlamətdən 3-ünü heterozigot genotipli yazmalıyam. Məsələn, bu şəkildə böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Digər 3 əlaməti isə 6 əlamətdir də, hər bir əlaməti bir hərflə işarə eləyirik. Latın əlifbasının bir hərfi ilə işarə eləyirik və hər bir əlamət deməli 2 genlə daşınır deyirik. Və bunlardan 3-ünü biz heterozigot şəkildə yazdıq, digər 3-ünü isə homozigot yazmalıyam. Amma bunun üçün mən buradakı minimum sözünə görə bunların hamısını homozigot dominant genotipdə yazacağam. Böyük D, böyük D, böyük Y, böyük Y, böyük F, böyük F. Bu şəkildə olduqda 8 sort qamət, baxın 3 heterozigot var. 2 üstü 3 mənə 8 qamət verəcək və bu 8 qamətdən biri özündə resessiv əlamətə malik gen daşımayacaq. Hansı qamət? Məsələn, bu qamət böyük A, böyük B, böyük C, böyük D, böyük Y, böyük F qaməti gördüyümüz kimi heç bir resessiv əlamətə malik gen daşımır. Ona görə də 8 növ qamətdən birini, bax bunu çıxıram. Yerdə qalan 7-si, cavab 7 oldu. 7-si özündə resessiv əlamətə malik gen daşıdı. Bəs əgər burada minimum əvəzinə maksimum sözü yazılsaydı, onu da necə eləyəcəkdik? O zaman biz deməli 3 əlaməti yenə də heterozigot yazdıq. Tutaq ki, bu şəkildə A, B, C əlamətlərini heterozigot genotipli götürdük. Digər 3 əlaməti homozigot götürməliyik, amma bu zaman onları homozigot resessiv götürərik. Kiçik D, kiçik D, kiçik Y, kiçik Y, kiçik F, kiçik F şəklində götürərik. Belə olduğu təqdirdə yenə də bizə 2 üstü 3, 8 sort qamət verəcək və əmələ gələn 8 növ qamətin hər biri özündə resessiv əlamətə malik gen daşıyacaq. Çünki buradan bax bu genotipi almaq mümkün olmayacaq. Bax bu ikincidən bu genotipi almaq, bu genotipli qamət əmələ gəlməyəcək. İstənilən halda 8 növ qamətin 8-i də mütləq şəkildə özündə bir dənə də olsa resessiv əlamətə malik gen daşıyacaq. Nəinki bir dənə, 3 dənə gen daşıyacaq. Baxın, tutaq ki, böyük A, böyük B, böyük C, tutaq ki, genotip belə bir qamət. Yerdə qalan ancaq olacaq kiçik D, kiçik Y, kiçik F şəklində. Yəni, heç bir halda burada elə bir qamət sortu ola bilməz ki, resessiv əlamətə malik gen daşımasın. Ona görə maksimum dediyi halda biz genotipi ikinci təsvirdə, o ikinci şəkildə olduğu kimi götürəcəyik və cavab 8 olacaq. Lakin minimum dediyi vəziyyətdə isə biz homozigotları dominant homozigot genotipli götürürük və o zaman cavab 7 olur.